Uçarda canavarlar kəndə hücum edib. Hadisə günorta saatlarında rayonun Alpaot kəndində qeydə alınıb. Kənd sakini Şamil Hüseynovun təsərrüfatına soxulan yırtıcı heyvanlar bir baş xırda buynuzunu öldürüb, 5 başını isə aparıblar. Təsərrüfat sahibi bildirib ki, əvvəllər belə hallarla yalnız gecə saatlarında rastlaşırdılar. Son zamanlar canavarlar gündüz vaxtlarında da kəndə yaxınlaşaraq heyvanlara zərər verir. Canavar gəlib 6 dənə qoyunumuzu öldürüb həyət yanı sahədə. Düyük düşməmiş də biri deyil, bilməmişik. Qəfildən gəlir, olmur. Bundan irəlidə də gəlmişdi, düyük düşmüşük, düşdük, qovduq. Bu səfər düyük düşənmədik, qovmamışıq. Qovanmadıq, öldürüb də birini də yiyiblər. Birini də yiyib, yəni çıxıb gedib. Adiyyəti qurumlardan xahiş edirəm ki, bu işlə bir maraqlansınlar, bir tədbir görsünlər. Bu heyvanlar get-gedə, bu canavarlar azğınlaşır. Qapıya gələn heyvanlar sürü şəklində gəlir. Bir dəfə gəldi heyvanların içinə, yoldaşıma dedim ki, bu nədir belə? Çağırdım yoldaşımı, düşdü bax, dedi ki, canavardır. Mən indiyə kimi canavarı görməmişdim. Hündür bir heyvan idi, verci. Yəni, qovduq bir dəfə, çıxdı getdi, bizi gördü, çıxdı getdi. Sonra ara bir şey çəkmədi, gəldi, 6 baş heyvanımızın 5'ini öldürüb, birini də yiyib, çıxıb gedibdi. Yəni, bir canavar üstümüzə mırıldayır, sürü şəklində gəzir. Həyətlərimizə hücum eləyir, yola çıxa bilmirik, gecə yerə düşə bilmirik. Toxucumuzu çaqqallar da, canavarlar da, toxucu saxlaya bilmirik, hamısını götürüb gedirlər. Yəni 2000 manatdan da çox bizə ziyanlıq vurubdur. Özümüz də ikinci qrup əlillik, yoldaşım da, özüm də, evdə də birinci qrup əlillik evladım var. Vəziyyətimiz olduqca ağırdır və bizə vurulan ziyanlığı kim ödəyəcək, nə cür eləyəcək bilmirik. Məsələ ilə bağlı Ucar rayon İcra Hakimiyyətinin Alpaot kənd üzrə nümayəndəsi Marib Abbasovun televiziyamıza verdiyi məlumata görə rayon İcra Hakimiyyətinə məlumat verilib. Yaxın vaxtlarda bununla bağlı tədbirlər görüləcəyi planlaşdırılır. Cəmilə Nəsir qızı Aqil Əsədov, Həcər Əsənova bugün informasiya proqramı üçün.